İnsan sosial varlıqdır. İstəsə də, istəməsə də cəmiyyətdədir və danışmağa məcburdur, məhkumdur. Xarakterindən, temperamentindən asılı olmayaraq hər kəs ünsiyyət qurur. Ya iş yerində, ya cəmiyyətdə, ya şəxsi münasibətlərdə. Biz hansısa fikir, mülahizə, duyğumuzu qarşı tərəfə çatdırmağa çalışırıq. İstəyirik ki, o bizimlə həmahəng olsun, razılaşsın. Xülasə onu inandıraq. Fərqi yoxdur, biz doğru yanaşmadayıq, yoxsa yanlış. Hər kəs nəyisə isbat eləməyə çalışır. Bax, bu inandırmağın, isbat eləməyin yolu məhz düzgün danışıqdan keçir. Məsələn, çox təsirli bir məsələni aşağı səs tonu ilə danışa bilər, çatdıra bilər və ya sönük bədən dili ilə. Qarşı tərəf ona inanmayacaq. Danışan tərəf də əsəbləşəcək ki, axı mən bunu yaşayıram, sən niyə məni anlamırsan? Ya da çox qiymətli kadr ola bilər. Deyək ki, iş yerində iclas keçirilir, hər kəs öz layihəsi haqqında danışır. Ola bilsin ki, konkret bir layihənin bəlkə də 70%lik işini bu adam görür. Amma bunu o qədər ölüvay formada təqdim eləyir ki, rəhbərlik belə zənn eləyir, qalan faizləri görən adam əsas şəxsdir. Bu isə qaldı fonda. Fonda qaldığımız üçün bəzən biz çevrəmizdəkiləri günahlandırırıq. Halbuki bizə fürsət verilmişdi özümüzü, işimizi təqdim etmək və işimizi satmaq üçün danışmaq imkanı verilmişdi. Bu fürsətdən yararlanaraq daha inandırıcı ola bilərdik. İnsanlar fərdi inkişaf deyəndə bir çox budaqları nəzərdə tuturlar. Amma mən hesab edirəm ki, ən birinci ünsiyyət qaydalarını öyrənmək və nitqi düzəltmək lazımdır. Bəzən soruşurlar ki, hər kəs buna yiyələnə bilərmi? Ağız aparatında fiziki, anadan gəlmə bir qüsur yoxdursa, təbii ki, hər kəs gözəl danışmağı bacara bilər. İctimai yerlərdə insan ağzından çıxan hər kəlmənin üstündə bir deyil, ən azı 2 dəfə düşünməlidir. Harda danışıram, kimə danışıram, hansı şəraitdir, hətta zaman belə nəzərə alınmalıdır. Məsələn, sən öz iş yoldaşına ofis daxilində deyə biləcəyin bir sözü məhz iclas otağında bəlkə deməməlisən və ya hansısa bir bankın qarşısında növbədə dayanmısan, öz rəfiqən yanındadır, başqa vaxtı siz ucadan deyib, gülüb, rahat söhbət eləyə bilərsiniz. Amma növbədəsiz, sizin sağınızda, solunuzda, önünüzdə, arxanızda adamlar var. Onları nəzərə alaraq mövzu, səsin tonu tənzimlənməlidir. Siz liftə minmisinizsə, yanınızda ailə üzvünüz varsa, əslində danışmamalısınız. Nə qədər məcburiyyət yarana bilər? Bu böyük bir sualdır. Uzaqbaşı pıçıltı ilə bir kəlmə söz deyə bilərsən. İnsanlar adi etiket qaydalarına əməl eləmirlər. Siz ictimai nəqliyyatdan istifadə edirsinizsə, hətta mümkünsə telefona cavab verməməlisiniz. Uzaqbaşı açıb, bilirsən, mən danışa bilmirəm, çox vacib deyilsə sonra sənə zəng edim deyə bilərsiniz. Amma fikir verin, uzun-uzadı söhbət eləyən, qəhqəhə çəkən adamlar var. İctimai nəqliyyatda, küçədə, növbələrdə, liftdə bunlar nəinki yazılmamış, elə yazılmış etiket qaydalarıdır. Sadəcə olaraq çox təəssüf ki, bağça, orta məktəb, ailə, ali məktəb, iş yerləri öyrədənlərin sayı azdır. Bunlar öyrədilməlidir. Gözəl nitq bizə duyğu, düşüncə, mülahizə, ideyalarımızı dəqiq formada çatdırmağa imkan verir. Gözəl nitq bizi professional göstərir, hətta yaraşıqlı və gözəl göstərir. Məsələn, çox gözəl bir xanım təsəvvür eləyin. Saçının telindən tutmuş ayaq dırnağına qədər çox idealdır, elə bir rəssam çəkibdir. Amma ağzını açıb danışmağa başladığı zaman çoxlu nitq qüsurları varsa, o bizim gözümüzdən düşür. Qüsurlardan əlavə, üslubu yanlışdırsa, kobud danışırsa, argolardan istifadə edirsə, küçə danışıq tərzini onun ünsiyyətində biz görürüksə, yenə də gözümüzdən düşəcək. Ona görə də təkcə sözlərin deyil, elə hərflərin düzgün tələffüzü ilə işə başlamaq lazımdır. Biz təlimlərdə nələri öyrədirik? Nəfəs, səs, artikulyasiya, hər hərfin səsə düzgün çevrilməsi, sözlərin aydın tələffüz olunması, uzunçuluğa yol vermədən konkret ifadələrdən istifadə edərək fikri aydın formada çatdırmaq, yerinə, zamanına və adamına uyğun danışmaq. Bunların hamısı vacib məsələlərdir. Əgər biz buna sahib deyiliksə, necə düzəltmək olar? Bu sual əslində çox şaxəlidir. Bəzi adamlar kitab oxuyaraq nitqini düzəltmək istəyir, bəziləri
YouTube və digər internet resurslarında olan məzmunlara baxırlar. Amma hər zaman ən yaxşısı bu işin bilicisindən birbaşa təlim almaqdır. O sənin boşluqlarını daha dəqiq bilir və ona uyğun sənə təlimatlar verir. Subordinasiyaya görə müdir yaşını nəzərə alaraq öz əməkdaşına əslində sən deyə bilər. Amma özündən böyükdürsə, yenə də burada xanım və bəy məsələsi ortalığa girir. Bəzi müdirlər isə yaşından asılı olmayaraq quru rəsmi münasibəti həmişə qoruyub saxlamaqdan ötürü hər kəsə xanım və bəy deyir. Bəlkə o da özünə görə haqlıdır. Çünki əgər iş yerində səmimiyyətin dozu aşarsa, bu işlərin vaxtında yerinə yetirilməməsinə, verilən tapşırıqların ciddiyə alınmamasına da gətirib çıxara bilər. Həqiqi, mən müdir yox, lider ifadəsindən istifadə etmək istərdim. Həqiqi lider bunu çox gözəl bir formada tənzimləyir. İpləri əlində elə saxlayır ki, istəyəndə biraz boşaldır. Məsələn, onlar birlikdə harasa piknikə gedə bilərlər, futbol oynaya bilərlər, karaoke oxuya bilərlər. Amma bu demək deyil ki, iş gördükləri zaman hər zaman yenə də eyni ab-havanı saxlayırlar, la-la-li-li münasibət olur. Bunu özü tənzimləməlidir. Mən hətta universitetdə dərs deyəndə, baxmayaraq ki, tələbələrlə aramda 7-8 yaş fərq var idi, arada onlara oğlum, qızım deyirdim və hər ikimizin çox xoşuna gəlirdi. Yaş fərqini nəzərə alaraq müəllim oğlum da deyə bilər, qızım da deyə bilər və ya bunu demək istəmirsə, heç olmasa adı ilə xitab eləsin. Adı çəkərkən səsin tonuna da fikir vermək lazımdır. Bir var deyirəm ki, Nərmin, bir var deyirəm ki, Nərmin. Səsdəki mehribanlıq belə insanın iliyinə işləyir. Məsələn, elə bir şəxs ola bilər ki, o mənim bibim deyil, amma qadının səmimiyyətinə güvənərək ona bibi deyə xitab eləyirəm. Ona xanım desəm, bəlkə də xətrinə dəyəcək. İnanırsınız, bu kimi vəziyyətlərdə qaşqabağını tökən, üzünə buludlar çökən insanlar var. Mənə niyə xanım dedi, mənə niyə bəy dedi. Ona xoşdur ki, sən ona əmi deyəsən, dayı deyəsən, bibi deyəsən. Elə adamlar var ki, sən onunla rəsmi münasibətdəsən, xanım və bəy burada məqbuldur. Və ya tanımadığın bir adamdır. Tutaq ki, yolun kənarında bir nəfər dayanıb, sən ona sual vermək istəyirsən. Yaxınlaşmısan, bəy, deyərsiniz zəhmət olmasa, filan nömrəli avtobus buradan saat neçədə keçir. Bu çox qurudur. Qardaş desən nə gözəl olar. Fərqi yoxdur da, sizin aranızda nə qədər yaş fərqi var və yaxud da ki, onun statusu necədir? Bəlkə o ümumiyyətlə dayanacaqda başqa bir səbəbdən durub, avtobus gözləmir, bəlkə də hansısa bir şirkətin rəhbəridir, nə olsun? O şirkətin rəhbəri ilə mən eyni ofisdə işləsəydim, qardaş deməyim düzgün deyildi. Bu subordinasiyanı pozmaqdır. Amma mən küçədə tanımadığım bir adama müraciət eləyirəm. Bu zaman ona qardaş deyə bilərəm. Bəzən mənə də yolda kimsə tanımayanda, bacı deməzsiz filan şey hardadır ya filan yerə necə getmək olar? Bu mənim xoşuma gəlir. Bütün dillərdə heca vurğusu var. Bu, həmin sözün bir növ möhrüdür. Onu dəyişdirmək düzgün deyil. Amma sonradan qəbul edilmiş bəzi sözlərdə təbii ki, dilçilərin getgəlləri olur, tərəddüdləri olur. Ana dildə olan formasını saxlayaq, yoxsa öz dilimizdə uyğunlaşdıraq. Zaman-zaman bu müzakirələr hər zaman gedib. Qaldı konkret sözlərə. Məsələn, biz uzun illər necə öyrəşmişdik? Enerji, ekspert, mağaza kimi öyrəşmişdik. Enerji, ekspert, mağaza eləyiblər. O mağazanın məntiqini mən hələ də anlamamışam. Rus dilində bu mağazindir, düzdür. Axı biz onu mağazin olaraq götürməmişik, biz onu mağaza eləmişik. Dilçilik çox qeyri-dəqiq sahədir. Əslində hər bir dilçi keçmiş qaynaqlara söykənərək müəyyən arqumentləri gətirib isbat edə bilər ki, bu söz belə yazılmalı və ya tələffüz edilməlidir. Digər dilçinin arqumenti nə üçün zəif qalsın? Axı tarixdə, onun da araşdırmasında maraqlı faktlar tapılıbdır. Məncə, bu iki seçim arasında qalanda əhali ən çox necə istifadə eləyir sualının cavabına üstünlük verilməlidir. Rus dilindən bizə keçmiş bəzi sözlərdə o dilin qayda qanunları özünü göstərir. Məsələn, faktor, bu sözü biz ruslardan götürmüşük. Ana mənbəyi hara olursa olsun, məhz ruslardan götürmüşük. Rus dilində o hərfi vurğu qəbul eləyirsə, elə o kimi tələffüz edilir. Eləmirsə, ya ı olur, ya da A olur. Məsələn, Moskva yazılır. Görürsünüz, biz Moskva demədiyimizə görə avtomatik onu Moskva eləyirik. Amma faktor sözündə isə ılaşdırırıq. Desək ki, bu böyük faktordur. Görürsünüz, necə kobud çıxır?
faktor daha yaxşı çıxır və ya E hərfi yenə də vurğu qəbul eləmirsə, əksər hallarda iyiləşir. Rus dilindən götürdüyümüz reaksiya sözünə baxın. Reaksiya desəm kobud çıxır. Reaksiya. Bu daha yumşaqdır. Məncə buna əməl etmək lazımdır. Hətta düşünürəm ki, Azərbaycan ədəbi dilində daha axıcı danışmaq üçün rus dilini bilməsələr də ən azından necə deyirlər, üzündən oxumağı bacarsınlar. Sözləri o şəkildə daha yumşaq tələffüz eləyəcəklər. Məsələn, deyir ki, sən məni hafifə aldın, yəni sən məni ciddiyə almadın demək olar. Ön yarğı, bunu bizdən tez-tez soruşurlar. Fikir verin, yargıc deyir türklər, yargıc, yəni ithamçı. Yargılamaq da itham etmək anlamına gəlir. Amma onların istifadə elədiyi mənada deyəndə biraz sərt çıxır. Məsələn, ön ithamçı olma deyəndə sərt çıxır, düzdürmü? Bu səbəbdən də mən qərəz sözünü daha məqbul sayıram. Qərəzli yanaşmayaq, araşdıraq, öyrənək, analiz edək, ondan sonra subyektiv deyil, obyektiv fikrimizi irəli sürək. Bizim rəsmi lüğətimizdə yer almayan bütün sözlər haqqında varvarizm deyirik. Ümumiyyətlə, sözlərin hamısı tərcümə olunmalıdırmı? Bu da özlüyündə başqa bir mövzudur. Şəxsən mən hesab edirəm ki, dilimizdə uzun müddətdir istifadə olunan, lüğətə salınmasa belə, cəmiyyətdə bir növ vətəndaşlıq hüququ qazanan kəlmələr doğrudan da rəsmiləşdirilməlidir. Məsələn, baxın, işıqfor sözünə fikir verin. Svetofor. Ona qalsa rus dilindən bizə çoxlu söz keçib. Svetanı tərcümə elədik, düzdür? Bəs for? For da Yunan dilində səhv etmirəmsə əks etdirməkdir. İşığı əks etdirmək təxminən belə bir mənanı verir. Əgər svetanı biz çıxarmışıqsa, o zaman foru da çıxarmalıyıq. Hər ikisində Azərbaycan dilində kəlmə olmalıdır. Amma dünyanın heç bir dilində belə bir praktika yoxdur. Bütün dillər qaynayıb qarışır, zamanla xəmir kimi yoğrulur və bütün yeniliklərə açıq olur. O səbəbdən də mən düşünürəm ki, əvvəla Nazirlər Kabinetinin təsdiqlədiyi lüğəti hər bir vətəndaş özü arzuluyursa, alıb evində masaüstü kitabı kimi saxlamalıdır. Hansı söz varvarizmdir, hansı deyil, bunu bilməlidir. Dilimizdə yeni sözlərin daxil olması dediniz, məsələn, tamam, okey. Onların heç biri rəsmi deyil, sadəcə olaraq biz çox işlədib, arzu eləyirik ki, vətəndaşlıq hüququ qazansın. Nələr ki, əzəldən bizim dilimizdə olub, binəyi qədimdən normal formada işlənibsə, onları təbii ki, dəyişdirməyə ehtiyac yoxdur. Bu, nitqdə kirlilik yaradır. Bir kəlmə rusdan, bir kəlmə ingilisdən, 2-3 söz türkdən, 3-4 söz Azərbaycan dilindən götürürsünüzsə, bu qarma-qarışıq bir nitq əmələ gətirir və şəxsi professional göstərmir. Bizim cəmiyyətdə insanlar fərqi yoxdur. Yaşından, statusundan, cinsiyyətindən asılı olmayaraq mən necə danışıram sualını ya özlərinə heç bir zaman vermirlər, ya da ki, çox gec verirlər. Halbuki geridə qoyduqları müddət ərzində onlar sahib olduqları bacarıqla nitqi paralel uyğunlaşdıra bilərdilərsə, çox möhtəşəm işlər görərdilər. Sözün bütün mənalarında irəli gedə bilərdilər, amma fərqinə varmayıblar ki, əsas problem mənim yaxşı danışmamağımdadır. Ən böyük problem bu məsələni problem zənn etməməkləridir. Valideynlərə baxın, təbii ki, bütün valideynlər istəyirlər ki, onların övladı gələcəkdə böyük adam olsun. Bundan ötürü müxtəlif kurslara qoyurlar, xarici dilləri öyrədirlər, fərqli fəaliyyətlərə cəlb eləyirlər. Amma əksər valideyn düşünmür ki, mənim uşağım bu öyrəndiklərini məqamı çatanda bir başqasına necə təqdim eləyəcək? Ümumiyyətlə, mənim uşağım hər hansı bir məsələ ilə bağlı 3-4 dili qarışdırmadan, kəsintisiz formada öz fikrini ifadə eləyə bilirmi? Biz qısqanclıqla yanaşırıq, ruslara, türklərə baxırıq, balaca uşaq hər hansı bir məsələ ilə bağlı sərasər nə qədər danışır. Burada qeyri-adi bir bacarıq yoxdur. Sadəcə olaraq yetişdirilməklə bağlıdır. Bilirsiniz ki, bütün körpə uşaqlar dili qrammatikasız öyrənirlər. Nə eşidirlərsə onu da təkrarlayırlar. Bu mövzuda valideynlərin üstünə çox böyük bir yük düşür.